Xoş gördük əziz dinləyicilər. İlk növbədə bayramınız mübarək olsun. İkinci, bu keçən gecə bilirsiniz ki, təəssüflər olsun ki, Rusiya və Ukrayna öz milad bayramlarını yenə də raket zərbələri endirməklə həyata keçirdilər. Biz ki, Ukrayna prezidentinin məhz Amerika prezidenti ilə görüşü çox uğurlu alınmışdı və bu uğurlu görüşdə 100%lik təhlükəsizlik qarantiyasını almışdı. Bundan qəzəblənən Rusiya, bundan ehtiyatlanan və qorxan Rusiya bu məsələni pozmaqdan ötürü, Trumpı yenidən necə deyirlər, əsəbləşdirməkdən ötürü belə bir məsələni ortaya atdı ki, bəs Ukrayna bizim qərargahımıza zərbə vurub Putini öldürmək istəyir, aman da Trump qoymayın, bax görürsünüz, Zelenski sizlə görüşə gəlir, amma o qəsbkardır, o məni öldürmək istəyir. Və bununla bağlı Trump da çox təəssüflər olsun ki, Rusiyanın ritorikasına qoşulub bildirdi ki, bəs bunu biz pisləyirik, yaxşıdır, biz Tomahawk raketləri verməmişik Ukraynaya. Amma jurnalistin çox ayıq bir sualı ki, bəs sizin kəşfiyyat orqanları oradadır, siz bunun dəqiqliyini bilə bilərdiniz. Bundan sonra əlbəttə Trump da müəyyən mənada təkərə düşdü və bu günləri məhz Amerika Kəşfiyyat İdarəsi, Kəşfiyyat Xidməti ortaya qoydu ki, qəti surətdə Ukraynanın Putinə endirdiyi, onun iqamətgahına endirdiyi zərbə haqqında heç bir məlumat yoxdur. Belə bir hadisə baş verməyib. Əlbəttə bu Trumpı əsəbləşdirdi. O da X platformasında bildirib ki, bəs bu Rusiyanın sülhə getməməsini göstərir. Rusiyanın üstlərinə kifayət qədər artıq öz aqressiyasını da göstərmiş oldu ki, Rusiya bizi aldadıb və bununla bərabər bu günlərdə isə məhz Ukrayna Silahlı Qüvvələri Pakrovski istiqamətində Rusiyanın böyük bir kolonunu məhv etmiş oldu və Ukraynanın zərbələri get-gedə davam edir. Rusiyanın öz içində olan bəzi siyasi analitiklər də bildirirlər ki, bizim dövlətimiz artıq dağılmağa doğru gedir. Yəni yerlərdə muxtariyyət bölgələrinə demək olar ki, pul ayıra bilmirlər və onlar da heç biri əskər vermək istəmir. Yəni Rusiyanın bu ilki vəziyyəti də kifayət qədər kritikliyə doğru gedir. Rusiyanın çıxış imkanları, necə deyirlər, Amerikanı, Trumpı manipulyasiya etmək imkanları da düşünürəm ki, tükənir və o əlbəttə ki, Amerikanın ortaya qoyduğu sülh sazişinə, daha doğrusu atəşkəs sazişinə getməyə məcburdur. Əgər buna gedərsə də bu Rusiyanın əlbəttə ki, məğlubiyyəti deməkdir. Təşəkkür edirəm diqqətinizə görə.